Hə, Lalə müəllimə, mən sizə sual verim, siz cavablandırın onda. İdraki konstruktivizm hansı nəzəriyyələrdə özünü göstərir? Mən Piaget nəzəriyyəsində. Başqa? Bir də Vygotsky nəzəriyyəsində. İdraki konstruktivizm Vygotsky-dədimi? Yox, Waldorf. Waldorf heç bir konsepsiyanın tərəfdarı deyildi. Mən Piaget'ini 100% bilirəm. Bir də Montessori. Montessori, hə, idrak Montessori riyaziyyatdıq, hə, mən bu da mərhələlərlə, hə, Bəli. İdraki konstruktivizm, kognitiv konstruktiv öyrənmə nəzəriyyəsi desəm, birbaşa olaraq nə götürəcəksiniz? Montessori, bir də Piaget. Düzdürmü? Bəs bütün yanaşmaların, bütün digər pedaqoji yanaşmaların quruluşunda bünövrə rolunu oynayan yanaşma hansıdır? Məncə bünövrə rolunu oynayan yanaşma Piaget yanaşma. Montessori. Frebel. Montessori, hə. Montessori'dir. Aha. Daha sonra dünyəvilik prinsipi pozulurdu hansı yanaşmada? Dünyəvilik prinsipi Montessori'də. Aha, bəs qorunurdu hansı yanaşmada? Waldorf'da. Aha. Uşaq yönümlülük bəs hansında qorunurdu? Uşaq yönümlülük qorunurdu Montessori'də. Elə hər birində deyə bilərik. Elə hər birində qorunur əslində. Sadəcə olaraq belə deyirik ki, məsəl üçün soruşanda ki, Montessori'də hansı qorunur, hansı pozulur? Onda deyirik ki, uşaq yönümlülük qorunur, amma dünyəvilik pozulur. Düzdürmü? Bəli. Aha. Daha sonra mədəni müxtəlifliyə hörmət səriştəsi, demokratiya, insan hüquqlarına hörmət. Bu hardaydı? Hansı nəzəriyyədə, hansı yanaşmadaydı? Mədəni müxtəlifliyə hörmət, mən o şeydəydi o da. Səhv etmirəmsə o da Waldorf'daydı. Mədəni müxtəlifliyə. Bəli. Bəs uşaqların əsl vətəndaş kimi böyüməsi? Vətəndaş kimi böyüməsi Emiliyada deyil. Bəli, Emiliyadadır. Bəs uşaqlarda liderlik bacarıqlarının önə çıxması? Liderlik Montessori'dəydi. Aha. Montessori yanaşması ilə Piaget yanaşmasının ortaq cəhətləri nələr idi? Bax, ikisi də mərhələlərdir. Sadəcə, məsələn, 4-cü mərhələlər, qruplar. Sadəcə fərqli cəhət o idi ki, Montessori'də 0-3 yaş şuursuz, 0-6 yaş şuurluydu. Yəni, o eləyirdi ki, hamısı bir yerdə... 0-3 şuursuz, 3-6 şuurlu. 3-6 şuurlu, görürsünüz tərəsirəm. Sadəcə Montessori'də belə idi ki, Piaget deyirdi, siz mərhələlərlə öyrənin də, birbaşa öyrənə bilməzsiniz. Montessori isə deyirdi, böyüklər kiçik bir yerdə olsunlar, kiçiklərə öyrətsinlər. Yox, o böyüklər, kiçiklər daha çox Emiliyadadır. Montessori'dəki bir növ necə idi? Orada şuurlu, şuursuz mənimsəməyə görə idi. Yaş qruplarının qarşılıqlı. Amma Emiliyada siz dediyiniz kimi idi ki, böyüklər bilmədiklərini, daha doğrusu kiçiklər bilmədiklərini böyüklərdən öyrənsin. Bu belə. Daha sonra zehnin və ürəyin vəhdəti bərabər idi, sevərək öyrənmək. Bu hansındaydı? Hə, onu zehnin və ürəyin vəhdəti bərabər idi, sevərək öyrənmək. O da mənim Waldorf idi, sevərək öyrənmək. Yox. Zehin və ürək var idisə Montessori idi. Montessori, Waldorf'da isə mənim bir başqa bir sevərək öyrənməkdir. Sadəcə ürəyin vəhdəti yox idi ora. Yox, Frebel'də demək istəyirsiniz. Frebel'də tərbiyəçi müəllimlə uşaqların mənəvi dünyasının vəhdəti var idi. Bəlkə onu demək istəyirsiniz? Bəli, mənəvi dünyasının, bəli, dünən bir quizdə də var idi. Mənəvi dünyasının vəhdəti. O Frebel'dədir. Hə, bəli, o Frebel'dədir. Ürəyin vəhdəti isə Montessori'də. Bəli, zehin bir növ, belə yadınızda qalsın, zehin idraçdır. Ürəkdəki elə bildiyiniz, yəni ürək, yəni uşaq sevərək etdiyi hər bir şeydən zövq alır. Yəni orada həm sevmək, həm ürək, həm də zehin olanda uşaq ondan zövq alır, sevərək öyrənir. Belə yadınızda qalsın. Bəs nağıl idi, hekayə idi, sonra rollu oyun idi, səhnələşdirmə idi. Bunlar hansı yanaşmada özünü göstərirdi? Nağıl, hekayə, rollu oyun, səhnələşdirmə Waldorf idi. Amma bəlkə qiraətdir, xalq ədəbiyyatıdır, digərləri isə Frebel idi. Aha. Bəs dini cəhətdən radikal olan yanaşma hansı idi? Montessori yanaşma. Düzdür. Diferensiallıq, fərdi öyrətmə hardaydı? Montessori'də. Aha. Daha sonra sensor üzlər vasitəsilə təcrübə edilərək bir şeyləri mənimsəmək. O da Montessori'dəydi. Aha. Sensor üzrə Montessori'dəydi. Didaktik materiallar.
Didaktik tabii ki Montessori'de. Aha, korrekta olunan oyuncaqlar. Korrekta oynanan oyuncaqlar. Korrekta oynanan oyuncaqlar mənimlə oyuncaqlar, bir də xüsusi oyuncaqlar vardı ki, o Valdorf məktəbinə də aid idi. Amma bu korrekt olunan oyuncaqlar Montessori'yə aiddir. Bəli, bəli. Korrekta, yəni yenidən uşaqlar öz səhvini düzəldə bilsin. Əgər səhv Bəli, bəli. edirlərsə, bəli. Bəli, bu təkrar düzəldə bilsin, yerinə qoya Aha, bilsin. düzdür. Amma Bəs mən bir dənə Waldorfun da oyuncaqları var idi, qeyri-adi figurlarla, rəngli. Waldorf yoxsa Frebel? Frebel demək istəyirsiniz? Frebel mənim o hədiyyələrdə onu bilirəm. Aha. Bir dənə də var idi, bəlkə də ya Waldorf idi, yoxsa Waldorfda da daha Rəngi. çox taxtadan oyuncaqlar yer alırdı. Onu demək istəyirsiniz bəlkə? Ətraf aləmlə tanışdıq, Waldorf taxtadan oyuncaqlar istəyirdik. Aha. Daha sonra bəs təbii aləmi kəşf etmək imkanı verilsə, uşaqlar özləri təbii yolla inkişaf edəcəklər. Bu yanaşma kimdə idi? Emilian. Yox. Təbii aləm Waldorfdur. Aha, düzdür. Təbii. Bunu öyrənmək Waldorfun. Çətinliklərin öhdəsindən gələ biləcək uşaqların yetişməsini kim istəyirdi? Öyrənmək istəyirsə, məncə çətinliklərin öhdəsindən biraz bu da Waldorfdur. Bəli, bu da Waldorfdur. Bəs heç bir konsepsiyanın tərəfdarı olmayan, yalnız 4 inkişaf sahəsinin bir növ tələbini irəli sürən, yox, heç bir yanaşmanın, heç bir konsepsiyanın tərəfdarı olmayan, yəni nə bioloji, nə biososioloji, nə sosioloji heç bir konsepsiyanın tərəfdarı deyil, neytraldır və bununla bərabər o sadəcə istəyirdi ki, uşaqlara 4 inkişaf sahəsi formalaşsın. Bu hansı yanaşmaydı? İnkişaf sahəsi, özdə var idi bu söz. 4 inkişaf sahəsi. Cerebral ola bilməz. Cerebral tipi ola bilməz. 4 inkişaf sahəsi konusundan. Onda Emilia'da. Waldorf. Emilia sosial konstruktivizm idi axı. Orada var sosial konstruktivizm. Waldorf. O yadında qalmış. Sonra bədii təfəkkür məşğələsi və ona aid bütün fikirlər. Bədii təfəkkür məşğələsi, ona aid bütün fikirlər. O ətraf aləmlə tanışlıq Waldorfdursa, bədii təfəkkür məşğələsi Vygotsky'nindir. Qoy Lalə müəllimə neynədiniz? Onları neynədiniz? Bayaqdan deyirdiniz. Nağıldır, hekayə dediniz Waldorfda, indi keçirdiniz Vygotsky'yə. Bədii təfəkkürdə elə nağıl hekayə varsa kimdə olacaq? Bəli, Waldorfdadır. Aha. Bəs tikinti, quraşdırma, güşəsi. O da mənim Waldorfdur da. Aha, bəli, Waldorfdadır. Waldorf ekoloji tərbiyə verirdi uşaqlara. Bəli, mənim ekoloji tərbiyədə, ətraf aləmlə tanışlıqda ekoloji tərbiyəni Waldorf təşkil eləmiş. Aha, düzdür. O, qrup otağını da oxşatmışdı. Belə Waldorf xüsusi bağçaları var ki, ekoloji tərbiyəni, yəni daha xarici mühiti daxilə daşıyırdı. O xarici mühiti daxilə daşıyan Emilia'dır. Emilia'dır. Hə, Emilia'dır. Emilia'dır o xarici mühiti daxilə daşıyan. Sadəcə olaraq birdən deyirəm, testdə deyər ki, Waldorf yanaşmasında ekoloji tərbiyə uşaqlara verilmir. Bilin ki, yanlışdır. Ekoloji tərbiyə uşaqlara verilir. Eyni yaşlı qruplar hansındaydı? Eyni yaşlı qruplar. Eyni yaşlı uşaqlar Montessori ilə. Eyni yaşlı. Montessori də bayaq demədik, müxtəlif yaşlılar idi, amma mərhələli öyrənməyə görə idi. Aha. Onda mənim eyni yaşlı Piaget ola bilməz, Montessori ya Emilia'dır ya da Vygotsky. Emilia'da necə idi? Müxtəlif yaşlı Waldorfdadır, bəli. Müxtəlif eyni yaşlı Waldorfdadır. Bəs rəqəmsallığa yox deyirdi. Rəqəmsallığa yox deyirdi Waldorf. Bəli. Tərbiyəçi birlik, bərabərlik üçün mənəvi bələdçi rolundaydı. Bələdçi Waldorf. Gözə görünməz bələdçi Montessori. Montessori yanaşmasında bir-birinə yoldaşına kömək. Bunlar kimi, bu kimi sözlərə rast gələ bilərikmi? Yoldaşına gərəkdiyində
kömək ala bilər Montessori'də. Öz Yox, yoldaşına yox, yox. ümumiyyətlə bir-birinə, yoldaşına kömək və s. bunlar Montessori'də yoxdur. Yalnız öz, fərdi bu kimi sözlər Montessori'də. Çünki biz necə dedik bayaqda? Daha çox burada müstəqil öyrənmə üzərinə köklənib. Müstəqil öyrənmə. Bəli. Balıqda kömək yox. Montessori'də. Montessori'də bunlar yoxdur. Amma məsəl üçün uşaqlar müstəqil öyrənir. Bir növ onlar hər bir şeyi özləri həll edə bilir deyə müəllimə konflikt olduğu zaman da müdaxilə etməməlidir. Fikri ilə razısınız ya yox? Bu Montessori'nin fikridir. Hə. Amma düzün deyim razı deyiləm. Uşaq elə uşaq var ki, mənimlə kömək etməsən olmur. Yox, yəni deyir ki, belə bir testdir. Məsəl üçün deyir ki, Montessori yanaşmasında uşaqlarda özünə nəzarət bacarıqları var. Və bu bacarıqlar uşaqlarda olduğu üçün müəllim konflikt olduğu zaman müdaxilə etmir. Müdaxilə razı deyiləm o fikirlə, etməlidir müdaxilə. Bəli, bəli. Uşaqlarda özünün nəzarət bacarıqları olsa da, aha deyin. Müəllimə konflikt olduğu zaman belə müəllim mütləq müdaxilə etməlidir, düzdür. Əlavə olaraq Montessori yanaşmasında hansı məşğələ öndə idi? Riyaziyyat məşğələsi. Hansı cüşə öndə idi? Riyaziyyat cüşəsi. Bir də riyaziyyat cüşəsi, bir də mənim elm cüşəsi. Stol üstü oyun cüşəsi. Stol üstü oyun, yaradıcı oyun. Bəli, stol üstü oyun cüşəsi. Sonra sensor mədəniyyət də Montessori'də var idi mi? Var idi müəllimə. Sensor mədəniyyət nə idi müəllimə? Sensor mədəniyyət Montessori'də yox idi müəllimə. Biz sensor var idi müəllimə, var idi. Necə yox idi? Sensor mədəniyyət elə birbaşa olaraq Montessori'nin adı ilə bağlıdır. Yadınızda qalsın. Sensor mədəniyyət birbaşa Montessori ilə əlaqəlidir. Və sensor mədəniyyətin mahiyyəti nə idi? Sensor mədəniyyəti biz təsviri fəaliyyətdə nədə tapmışdıq? Məsəl üçün, orada aplikasiyada bir yerdə rastımıza çıxmışdı. Biz orada demişdik ki, bu fəaliyyət uşaqlarda sensor mədəniyyəti inkişaf etdirir. O hansı fəaliyyət idi? İnanın, Bekdə yadıma salsaq, yadıma düşərdi. Aplikasiyada nə var idi böyük qrupda? Böyük qrupda orqan. Yox, orta qrupdaydı. O qaydası. Orta qrup orqami. Bəli, tüklü fakturası. Tüklü fakturası uşaqda nəyi inkişaf etdirirdi? Sensor mədəniyyəti. Bəli, sensor mədəniyyət ümumiyyətlə nə idi? Uşaq hər şeydə ən gözəlini, ən belə yaxşısını seçməsi, düzdürmü? Zövq alması, bəli. Bəli, sensor mədəniyyət bu idi. Hansı daha bir növ mürəkkəb prosesi idi? Sensor mədəniyyət yoxsa sensor etalon? Sensor etalon mürəkkəb prosesi. Sensor etalon bəs nə ilə əlaqəli idi? Məsəl üçün təfəkkürün növlərindən sensor etalonu nə ilə uyğunlaşdırarsınız? Təfəkkürün növlərindən sensor etalonu mən riyaziyyatla uyğunlaşdıraram. Anlayışlardır, fərq etmək, böyük, kiçik, ölçü. Bəs riyaziyyatla məşğələ kimi, bəli. Ümumiyyətlə məşğələ kimi riyaziyyat məşğələsi uşaqlarda, yox, o cəhətdən demirəm. Təfəkkürün növlərindən sensor etalon hansı təfəkkürün növünün əsasında yaranır? Və yaxud da hansı təfəkkürün növü sensor etalon sayəsində yaranır? Sualı səhv qoydum. Məndəki təfəkkür həmənmə? Yox, əyani obrazlı təfəkkür sensor etalonun sayəsində yaranır. Əyani obrazlı təfəkkür. Bəs əyani obrazlı təfəkkür yazanı yaranırdı, siz demişdiniz. Bəli, sensor etalon yaranırdı. Bəli. Bəs sensor təcrübənin əsasında hansı növü yaranırdı? Əyani əməl. Əla, əyani əməli. Niyə görə belə idi? Yəni niyə görə birinci sensor təcrübə, sonra əyani əməli təfəkkür? Çünki müəllimə təcrübə aparır əvvəl nəsə bir əşya haqqında. Sonra onu əyani şəkildə, məsələn, qavrayır, götürür, öyrənir də. Məsələn, əvvəl aparır təcrübəni. Siz yaşlara görə onu bizə izah eləmişdiniz. Bəli, Ona görə də əvvəl təcrübədir, sonra əyani əməl. Tam ortalığa çıxardır, onun şəkil vasitəsilə monsur, rəqs vasitəsilə bizə nümayiş edir. Əvvəlcə toxunur, materialı ilə tanış olur. Yəni, his barmaq izlərinə toxunur, tanış olur.
yumuşaqdır, bəkdir, Bəli. tüklüdür, tüksüzdür. Sonra isə onu bizə əyani olaraq göstərir. Sonra isə artıq əyani əməli fəaliyyətə keçir. Yəni o materialdan nəsə hazırlayır, qurur, yaradır, düzdürmü? Əyani əməli fəaliyyət budur da. Əvvəlcə uşaq sensor təcrübənin sayəsində onunla tanış olur, onu tanıyır. Ardıca isə bir növ ondan nə isə yaradır, tikir, qurur. Bu da olur əyani əməli fəaliyyət. Düzdür. Bu da belə. Daha sonra akademik biliklər hansı nəzəriyyədə idi? Akademik biliklər Montessori-də. Bəli, təşəkkür edirəm Lalə müəllim. Çox sağ olun. Sevda müəllimə. Bəli, müəllim. Aha, əl əməyi hansı yanaşmada əsas idi? Əl əməyi Freud'da. Yox. Əl əməyi. Əl əməyi. Waldorfda. Bəli, Waldorfda düzdür. Hazırlanırdı. Aha, yaxşılıq, gözəllik, insanlıq, şəfqət, həqiqət, humanizm, bircəlik. Bunlar hamısı Waldorfda. Aha, düzdür. Ümumiyyətlə desək ki, testdə bu yanaşmaların mənfi cəhəti varmı? Bu yanaşmaların mənfi cəhəti var ya yoxdur? Var. Çünki Waldorf nəzəriyyəsində mənfi cəhəti odur ki, texnologiyaya üstünlük vermirdi. Yox. O istəyirdi ki, uşaq vəziyyət çəkərək öyrənsin. O mənfi cəhətidir sizcə? Məncə uşaq əziyyət vermək texnologiya Yox, mənfi cəhəti yoxdur. Birdən çıxsa qarşınıza heç bir mənfi cəhətləri yoxdur. Çünki onlar artıq tam şəkildə bəli, heç birinin mənfi cəhəti yoxdur. Çünki baxın adicə Montessori bir növ onda mənfi bir xüsusiyyət tapmasınlar deyə o fərdiyyətçi idi, amma buna baxmayaraq qrupla iş formasında tətbiq edirdi. Düzdürmü? Niyə görə bunu edirdi? Çünki onda mənfi bir tərəfi tutmasınlar, tapmasınlar deyə edirdi ki, yəni deməsinlər, sən bəs niyə görə uşaqlara yalnız fərdi yanaşırsan, onlara kollektiv tapşırıqlar da verilmir. Düzdür, məqsədi fərdiyyətçi idi, yəni fərdi müstəqil öyrənsin, amma ona qarşı çıxmasınlar deyə qruplar iş formasından istifadə edirdi. Daha sonra müəllimə, təsviri fəaliyyət məşğələsində rəsmdir, musiqidir, görsəz hansı yanaşmaya götürərsiniz? Emiliyadır, düzdür. İnkişaf etdirici mühitin sosial komponenti, ünsiyyət səriştəsi, kommunikasiya, kooperasiya. Bunlar hamısı Waldorf nəzəriyyəsindədir. Çünki o sosial dördüncü sosial emosionallığa daha çox üstünlük verirdi. Yox, orada emosiya və hisslərin inkişafı idi Waldorf. Amma desəm ki, kommunikasiya, kooperasiya, inkişaf etdirici mühitin sosial komponenti birbaşa olaraq götürün Emiliyaya. Çünki Emiliyada nə var idi? Ən yaxın əməkdaşlıq, kütlərlə iş forması. Hə, valideynlə var idi. Bəli, sıx əməkdaşlıq, ailələrlə sıx əməkdaşlıq. Bəli, kütlər iş forması hamısı burdadır. Burdadır. Bəs ətraf aləmlə tanışlıq məşğələsində bura götürək, yoxsa? Ətraf aləmlə tanışlıq məşğələsi Emiliyaya aiddir. Layihə əsaslı təlim modeli nə idi müəllimə? Bu da Emiliyaya aiddir. Burada var idi bir növ blok sxem, flowchart. O da Emiliyaya aiddir. İlk dəfə nədə tətbiq etmişdi onu? Fiziki mədəniyyət məşğələsində, düzdürmü? Yadınıza qalsın. İlk dəfə onu fiziki mədəniyyət məşğələsində tətbiq edib, blok sxem şəklində. Sonra müəllimə 100 dil anlayışı var idi Emiliyada. O da Emiliyada. Bəli, o nə demək idi? 100 dil, yəni uşağın 100 dil bilməsi, onun kommunikasiya. Bəli. Bilmək, bir də kommunikasiya bacarıqları idi. Düzdür. Bəs güzgü hansı yanaşmada yer alırdı? Güzgü. Güzgü də Emiliyadaydı. Bəs qərar qəbul etmə səriştəsi? Qərar qəbul etmə. Qərar qəbul etmə. Məncə Montessori-də idi. Qərar qəbul etmə səriştəsi sırf olaraq Emiliyada deyə bilərik. Çünki müəllimə neyinirdi? Uşaqların özlərinin qərar verməsinə və yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçi idi burada müəllimə. Belə deyim də. Belə deyim. Gözə görünməz müəllim Montessori-dədir. Üçüncü mühit idi. Bəli. Baxın, belə gedək. Montessori müstəqil öyrənmə olsun səriştələrdən.
Waldorf olsun, problem həll etmə səriştəsi. Düzdür, Montessori'də də problem həll etmə var, amma daha çox bir növ müstəqil öyrənməyə köklənmişdi Montessori. Waldorfda daha çox problem həll etmə səriştəsi var, mədəni müxtəlifliyə hörmət səriştəsi var, demokratiya, insan hüquqlarına hörmət var. Daha sonra yaradıcılıq səriştəsi Waldorfda əsasdır. Bəli. Amma Emilia'da nə var idi? Emilia'da isə qərar qəbul etmə səriştəsi var. Həmçinin ünsiyyət səriştəsi var, kommunikasiya, kooperasiya. Bunlar hamısı daha çox hardadır? Emilia'dadır. Emilia'da. Bəli. Bəs hansında mühit 3-cü müəllim idi? Burada Emilia'daydı 3-cü müəllim. Düzdür. Məsəl üçün Emilia'da da var sensor inkişaf. Düzdürmü? Montessori'də də var. Bunların fərqi bəs nə idi? Ümumiyyətlə Montessori və Emilia yanaşmasının fərqi nədir? Oxşar cəhətləri nələrdir? Emilia'nın Montessori ilə də, hə? Aha, bəli. Çünki Montessori'də burada daxili mühitdə ən çox idi güşələr, amma Emilia'da xarici mühitə üstünlük verildi. Doğrudur. Bu bir fərqi. Hə, çünki o daha çox ən çox çiçəklərə, böcəkləri kəşf etmək, müzakirələr aparmağa, fotoşəkillər, videolar rəqs etmək, belə şeylər, fiziki hərəkətlər, musiqi, ən çox bunlar Emilia'daydı. Amma Montessori'də didaktik oyunlar, stolüstü oyunlar, daxili mühit, güşələr, bunlar hamısı Montessori yanaşmasındaydı. Başqa ortaq cəhət kimi hər ikisində müxtəlif yaş qrupunu götürə bilərikmi? Onlarda fərq oradaydı ki, Montessori'də qrupla fərdi bir də qruplarla idi formaları. Amma Emilia'da müxtəlif yaş qrupları idi burada. Əslində hər ikisində müxtəlif yaş qrupudur. Sadəcə fərqi bu idi ki, Montessori'də mərhələli öyrənməyə görə idi o yaş qrupu, 0-3-3-6 yaş. Amma Emilia'da isə Emilia'da müxtəlif yaş qrupları. Bəli, Emilia'da isə necə idi? Emilia'da isə uşaq məsəl üçün özündən böyükdən öyrənsin deyə idi. Düzdürmü? Hə. Və sensor inkişaf da belə fərqlənirdi ki, Montessori'də uşaq bir növ toxunurdu, hiss üzləri vasitəsilə onu anlayırdı. Amma Emilia'da bir növ onu biz sadalayırdıq. Hərəkət etmək, qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə etmək, kəşf etmək bu şəkildə. İndi buradakı məsəl üçün qulaq asmaq deyirik də. Bu qulaq asmaq musiqidir, düzdürmü? Belə yadımızda qalmışdı. Bəli, görmək daha çox nə idi? Məsəl üçün rəsm çəkir, bu vizuallıq. Dadmaqdır, toxunmaqdır, müşahidədir, kəşf etmək isə ətraf aləmlə tanışlıq idi. Yəni bunlar bizim yaddaşımızda belə qalırdı. Amma Montessori yanaşmasında isə daha çox uşaq müstəqil öyrənmə səriştəsinə əsasən əşyalarla neyinirdi? Toxunurdu, onların xüsusiyyət bəli, öyrənirdi. Bəli. Bu belə. Sonra bəs Frebel'in əsası nə idi? Frebel yanaşması bu yanaşmalardan nə ilə fərqlənirdi? Frebel ilk uşaq bağçasının ilk dəfə uşaq bağçasının yaradılması. Bəs bu uşaq bağçası digər uşaq bağçaları ilə nə ilə fərqlənirdi? Bu uşaq bağçaları burada təbii qabiliyyətlərlə ən çox o deyirdi ki, uşaqlar çiçəkdir, müəllim də bağbandır. Belə bir Daha çox Frebel'in yaratdığı uşaq bağçası təhsili və tərbiyəsi ilə fərqlənirdi, düzdürmü? Yəni ondan əvvəlki bağçalarda sadəcə uşağa baxmaq var idi. Yəni müəyyən bir saata qədər sadəcə uşaqlar uşaq bağçasında saxlanılırdı, amma onlara nə təhsil, nə tərbiyə bir növ verilmirdi. Amma Frebel'in yaratdığı ilk uşaq bağçası ilə artıq uşaqlara həm təhsil, həm də tərbiyəsi ilə tərbiyəçilər artıq məşğul olurdu, düzdürmü? Burada əqli, intellektual baxımdan daha çox inkişaf etmişdir. Bəli. Uşağın təbii qabiliyyətlərinin inkişafı da buradadır, müəllimə. Yəni uşaq Frebel'ə görə uşaq bağçasının əsas məqsədi uşağın təbii qabiliyyətlərinin inkişafıdır. Fikri ilə razısınızmı?
Düzdür, razıyam. Bəs Çünki burada applikasiya, musiqi, bəli, şeirə, qiraətə, qəraət bacarıqlarına, bəli, qiraətə bunlara üstünlük verilirdi. Önəmli. Aha. Düzdür. Belə deyim də, Waldorfda da var mənəvi əhəmiyyət, Frebeldə də var mənəvi əhəmiyyət. Bəs fərqi nədir? Mənəvi əhəmiyyatin fərqi. Fərqi nə olar? Belə deyək ki, Waldorf bircə fəaliyyət nəticəsində. Bir cəhətdən Aha, deyin. fəaliyyət. Waldorf Frebel fəaliyyət nəticəsində ən çox burada deyirdi ki, uşaqların fəaliyyəti, uşaqların üçün idman meydançaları olmalıdır. Sonra xalq o irəli sürdüyü ideyalarda sonra xalqın folkloruna sonra üstünlük verirdi, millətin ruhuna, onun adət-ənənələrinə daha çox üstünlük verirdi. Belə, Sevda müəllimə, baxın, Waldorfda bircə fəaliyyət nəticəsində mənəviyyat yaranırdısa, Frebeldə isə o deyirdi ki, mənim pedaqoji konsepsiyamda oyun yalnız fiziki deyil, həm də mənəvi əhəmiyyəti ilə də ön plana çəkilməlidir. Yəni, oyun yalnız uşağın fiziki cəhətdən inkişaf etdirmir, həm də onu əqli, intellektual baxımından da bəli, inkişaf etdirməlidir. Yəni, bu fərq əsas budur. Yəni, deyilsə ki, Waldorfdan Frebelin mənəvi əhəmiyyətinin fərqi nədir? Deyirsiniz ki, Waldorfda bircə fəaliyyət nəticəsində mənəviyyat var idi, bircəlik, bərabərlik. Amma Frebeldə isə oyun prosesində bir növ bu mənəvi əhəmiyyət ön plana çəkilirdi. Bəs Montessori'də də vəhdət var, Frebeldə də vəhdət var. Bəs bu vəhdətlərin fərqi nədir? Məsəl üçün, Montessori'də dediyi zehin və ürəyin vəhdəti. Bəs Frebeldə necə idi? Frebeldə bu vəhdətdəki burada uşağın elə bir nailiyyətləridir də, uşaqların Yox, uşağın nailiyyətləri deməyək, bir növ tərbiyəçi müəllim və uşağın mənəvi dünyasının vəhdətinin yarandığı tərbiyə metodu idi Frebeldə. Düzdürmü? Amma Montessori'da isə vəhdət nə idi? Ürək və zehin və ürəyin vəhdəti idi. Burada oldu Montessori ilə bir növ vəhdət termininin, vəhdət sözünün hər ikisində fərqli-fərqli yanaşması. Bəs Frebeldə körpü anlayışı var idi. Bu körpü Vygotsky'dəki scaffoldinglə nəyi ilə fərqlənirdi? Məsəl üçün, biz deyirdik, orada da scaffolding bir növ körpü rolunu oynayırdı. Frebeldə də körpü anlayışı var. Bəs bu körpülər nəyi ilə fərqlənir? Burada da müəllimin peşəkar hazırlığı olmalıdır. Burada öndə müəllimin bələdçiliyi olmalıdır. Necə Vygotsky'də olduğu kimi körpü bu körpü vasitəsilə uşaqlar bir növ Frebelin texnologiyası var da, Sevda müəllimə. Rəngli toplar, kublar, kağızlar. Bir növ bunlar üzərində yaranan çövlə uşaq dünyasından zəngin mənəviyyatlı insan dünyasına uzanan körpü rolunu oynayırdı. Bəli, bu oyuncaqlar vasitəsilə uşaqları öyrədirdi. Bəli. Yəni oyunlar da bir növ uşağın bu körpüdən keçməsi üçün yaşlarından bu əlinə götürməlidir, bu toplarla. Uşaq əlində özü götürür, müzakirə zaman ki, əlində götürməklə inkişaf edirdi. Bəli. Bir növdə ki, bu körpüdən keçməyin də yolu o idi ki, uşaq öz zövqünə, qayğılarına, istəklərinə uyğun oyunların müəllimələr təşkil etsin və uşaqlar bu oyunların təşkili zamanı artıq uşaq dünyasından artıq keçid etsinlər. Zəngin mənəviyyatlı insan dünyasına və bu körpü rolunu oynayırdı burada bu oyunlar. Amma Vygotsky də körpü rolunu nə oynayırdı? Vygotsky'də körpü rolunu mənəvi bələdçi idi də müəllim.
Mənəvi bələdçi Valdorfda idi. Vygotsky də isə körpü rolunu müəllim oynayırdı. Bəli. Bəli, müəllim scaffolding edirdi da bir növ müvəqqəti bir köməklik göstərirdi. Yönləndirici suallarla, düzdürmü? Bəli, scaffolding edirdi. Bu düzdür. Sonra müəllimə Valdorfda da problem həll etmə var dedik. Montessori'də də problem həll etmə var. Bəs fərqi nə olar? Problem həll etmə. Hər ikisində problem həll etmə var. Bəs fərqi nədir? Bu problem həll etməklə uşaq elə bil ki nailiyyətlərə çatır da. Aha, Montessori'də problem həll etmə daha çox riyaziyyat yönümlü idi. Riyaziyyat yönümlü idi, düzdürmü? Burada uşaqlar idraki təfəkkürün inkişafının istiqamət verir də Frebelin yaratdığı sistemdə. Yox, Frebeldə yox, Waldorfla deyirəm. Frebel hələ demirəm. Məsəl üçün, bəli, Waldorfda da problem həll etmə var, Montessori'də. Məsəl üçün, Waldorfdakı problem həll etmə, uşaqların problem həll etməsi nə idi? Montessori'də dedik artıq, riyaziyyat yönümlü idi problem həll etmə. Amma Waldorfda necə idi? Waldorfda isə bir növ əgər Waldorf məktəbləri yox. Waldorf deyirdi ki, sürətlə dəyişən, qeyri-müəyyən dünyanın tələbləri ilə mənim yetişdirdiyim uşaqlar o problemlərlə tutaq ki, dünya sıfırlandı. Bunu bir dəfə də qeyd etmişdim. Dünya sıfırlanan zaman, dünya yenidən qurulan zaman artıq nə su olmaya bilər, qaz olmaya bilər, işıq olmaya bilər, amma mənim yaratdığım, mənim yetişdirdiyim uşaqlar bu qeyri-müəyyən dünya ilə baş edə bilsin. Yəni o problemlərlə baş edə bilsin. Waldorf məktəbinin problem həll etmə yönümlü fikri bu yöndə idi. Yəni o düşünürdü ki, sabah biri gün dünya sıfırlansa, dünya yenidən qurulsa, onun yetişdirdiyi, onun məktəbinin yetişdirdiyi uşaqlar bu qeyri-müəyyən dünyanın tələbləri ilə mübarizə apara bilsin və oradan bir növ Lori dildə desək baş çıxara bilsin. Burada belə idi. Aydın oldu. Bu belə. Frebeldə sırf olaraq, məsəl üçün Waldorfda da bədii zövqün inkişafı var, Frebeldə də bədii zövqün inkişafı var. Bəs sırf olaraq fərqləri nələr olar? Bədii zövqün inkişafı. Bəli, həm bədii zövqün inkişafı Frebeldə var, həm də Waldorfda var. Bəs fərqi nədir? Burada da Frebelin yaratdığı sistemdə uşaqlarda yer tutan rəsmdir, modelləşdirmə, aplikasiya, musiqi, burada da şeir söyləmə. Yəni Waldorfda aha. Yəni Waldorfda oldu tamaşa, səhnəcik, kukla teatrı, şeir, nağıl. Düzdürmü? Bu Waldorfdur. Bəli. Aha. Amma Frebeldə nə oldu? Xalq yaradıcılığı, qiraət, yəni qiraət varsa, aplikasiya varsa, aha. Bəli. Bunlar uyğunluqları var da ikisində də. Bəli. Amma sırf olaraq hansına aid olsa, deyəcəyik ki, Waldorfa aid olanlar olacaq. Tamaşa, kukla teatrı, şeir, nağıl, səhnəcik. Amma Frebel isə daha doğrusu aha, Frebel isə bəli, xalq yaradıcılığı, qiraət, bir də aplikasiyanı sırf olaraq bura götürəcəyik. Bu da belə. Aha, sonra Frebelin birinci hədiyyəsinin mahiyyəti nə idi? Birinci hədiyyəsinin mahiyyəti körpəlik çağında rəngli toplar idi. O da körpəlik çağında uşaqlara verilsin. Çünki top bütövdür. Uşaq kiçik yaşlarından onu bütöv kimi görsün. Əşyanı özü götürsün. Müzakirə özü götürüb özü əlində, uşaq əlində hiss etsin körpə vaxtı. Birinci hədiyyəsi rəngli toplardır. Bəli, rəngli toplardır və ona uyğun da mahnıları var idi. Həmin mahnılar hansılar idi? Nə var idi? Mahnıları var idi Frebelin. Həmin toplarla əlaqəli. Hansılar idi? Rəngli top, qaytanlı top, topla havada oyun. 3 dənə mahnı bir növ ərsəyə gətirmişdi topa aid. Rəngli topu idi, qaytanlı topu idi, bir də topla havada oyunu idi. Bəs ikinci oyunun məqsədi nə idi? Daha doğrusu
İkinci İkinci hədiyyəsi. oyun isə İkinci hədiyyəsi. kubla silindir Aha. formasındaydı. Burada uşaq nə öyrənirdi, nə qazanırdı bu oyunun sayəsində? Bu da kiçik yaşlarından uşaqlarda elə bir ki, kublarla bir quraşdırma burada əsas rol oynayır ki, uşaqlar üst-üstə qoymaqla öyrənirlər kubları, silindirləri. Ziddiyyət anlayışı olmasın o? Yəni bir növ uşaqlarda ziddiyyət. Ziddiyyət anlayışı olmasın da. Niyə? Yox, ziddiyyət deyirəm, yəni ziddiyyət anlayışı ola bilərmi o? Biz demişdik axı ikinci hədiyyənin mahiyyəti ziddiyyət idi. Kubdur, silindirdir, mahiyyət etibarı ilə bir-birinə ziddi deyə. Bu hədiyyədə də uşaqlar ziddiyyət, yəni anlayışı ilə tanış olurdular. Yəni ziddiyyət nəzəriyyəsi ilə tanış olmuş olurdular. Əşyalar arasında olan ziddiyyəti, əyani bir şəkildə gördükdə onu daha yaxşı bir şəkildə, onun mahiyyəti haqqında daha gözəl bir şəkildə başa düşürdülər deyə. Ona görə də ikinci hədiyyənin mahiyyəti ziddiyyətdir. Yəni uşaq bir-birinə zidd olan fiqurları tanısın və ziddiyyət anlayışı ilə tanış olsun. Aha, üçüncü hədiyyədə nə var idi? Burada 8 yerə bölünmüş, burada da kublar idi. Bunlar da 3 yaşında olan uşaqlar üçün əsas xarakter daşıyırdı. Burada hədiyyələrdə uşaq burada yeni bilik alırdı. Hissələrə ayırmasıydı. Hissələrə ayırması. Sonra yeni, elə bir ki, hissələrə yeni biliklər öyrənirdi. Uşaq əlində onu hissələrə ayırmaqla. Bəli, düzdür. Yeni biliklər alırdı, öyrənirdi, düzdür. Bəs dördüncü hədiyyə necə idi? Bu da 8 hissəyə bölünmüş kərpicdən idi. Burada uzun, enli, hündür, belə onların mahiyyətini, uzun, böyük, hündür o mahiyyətini bilmək idi. Elə bir ki, bu məkan və həcm təsəvvürlərini canlandırırdı da. Bu düz bucaqlıdır, dörd bucaqlıdır. Düzdür. Düz bucaqlı, dörd bucaqlı, bərabərlik sözlərinin mahiyyətini anlayırdı. Beşinci hədiyyənin, altıncı hədiyyəndə deyin. Beşinci hədiyyədə nə var idi? Burada da kubiklər, kərpiclər, 300-ə qədər kubiklər var. Bəli, 27 hissəyə bölünmüş kubik idi, 21-i bütöv idi, 3-ü 4-ü kiçik, 3-ü isə kəsik idi ki, uşaq da bu kubiklərin köməyi ilə 300-ə qədər fiqur düzəldə bilirdi. Düzdürmü? 6-cı hədiyyə isə 27... Uşaqlar kərpic idi. Bunlardan da uşaq elə bir ki, tikinti materialları kimi istifadə olunurdu. Düzdür. Bəs, düzdür. O yaş dövrlərini necə bölmüşdü Frebil? Yaş dövrlərini elə bir ki, körpəlik dövrü, məktəbə qədər dövrü, bir də erkən yaş dövrü və yeniyetməlik yaş dövrünə bölmüşdü. Körpəlik dövrü hansı yaş dövrünə əhatə edirdi? 2-3 yaşını körpəlik dövrü, məktəbə qədər 7, erkən yaş dövrü 7-10, bir də yeniyetməlik 11-15. O da 11-15 yaş. Uşaq deyirdi ki, o düşünürdü ki, uşaq aləmi 2 yolla kəşf edir. Bu 2 yol hansıları idi? Bir əqli cəhətdən, bir də intellektual öyrənmək. Empirik şəkildə, yəni birincisi empirik şəkildə uşaq onu xarici hiss orqanları vasitəsilə, hərəkətin köməyi ilə təcrübədə dərk edirdi. Daha sonra da təcrübə vasitəsilə o bir növ insanın daxili aləmini oyadırdı. Bəli. Bu da belə. Bu bizim nəzəriyyələrimiz. Bir təkrar etdik. Belə. Yəni bunları bilsəz kifayətdir ki, imtahanda yaza biləsiniz. Başqa bir şey yoxdur yəni. Deyim ki, düşə biləcək. Amma yenə də yeni nəsə olsa paylaşacağım. Bəli. Başqa nə düşə bilər ki? Necə düşmüşdü imtahanda, diaqnostikada? Frebil düşməmişdi. Montessori ilə bir də düşmüşdü. Montessori, Piaget, bir də Vygotsky'dən. Necə yazmışdınız? Diagnostikada. Bəli, necə düz yazmışdınız onları yoxsa? Mən bilmirdim, o da nəzəriyyə nədir, ay müəllim. Orada bir dənə sual var idi ki, bunların ən çox
vəhdətdə formalaşması. Belə bir cümlə var idi. Hə, bəlkə ortaq xüsusiyyət kimi götürüb hər üçün Ortaq xüsusiyyəti. hər birində ortaq yanaşdı. xüsusiyyət odur ki, uşağa mərkəzləşib. Yəni hər birində uşaq mərkəzdə dayanır. Belə bir sual var idi orada. Hə, hər üçünün ortaq cəhəti ən birinci olaraq hər birində uşağın mərkəzdə dayanmasıdır. Mərkəzdə olması. Bəli, mərkəzdə dayanmasıdır. Başqa da fərqliliklərini də hər birini bilirik. Məsəl üçün Valdorf yanaşmasında başqa nə var idi? Uşaq ilk dəfə öyrənməyə təqlid etməklə başlayırdı. Düzdürmü? Yəni təqlid etmək də nə? Təqlid etməklə müəllimin anasının. Bəli, təqlid etmək də. Aha, deyin. Sonra diaqnostikada düşmüşdü. Piaget'in elə bir ki, hansı nəzəriyyədə intuitiv yanaşma var idi. Mən orada yazdım. İntuitivi yazdım, ilkin əməli. Aha, bəli, intuitiv nə idi? Intuitiv tərsinə saya bilmirdi də uşaq. Birdən ona qədər sayırdı. Yox, intuitiv. İntuitiv başqadır. İnduksiya tamam. İntuitiv, yəni tərsinə saya bilməmək deməkdir. Uşaq birdən ona qədər sayır. Hə, amma ondan geriyə saya bilmir, qayıda bilmir. Bu olur intuitiv, tərsinə saya bilməmək. Hansı mərhələsinə aid idi? Yazmışdım onu da. Hə, əla. Elə müəllimə bilirsiniz, mahiyyət etibarı ilə bildikdən sonra onu necə çevirsələr də siz yazacaqsınız. Əsas odur dərinliyi ilə bilin. Bu belə. Məndə qruplar düşmüşdü müəllimə, qruplar idi. Alt standartları siz bizə öyrədirsiniz. Bəli, bəli. Hansı standartda hansı qrupdur? Bax onlar var idi. Hə, indi yenə düşəcək. Yenə çox düşəcəkdir. Ən çox inteqrasiya var idi. İnteqrasiya çoxluq var idi müəllimə. İnteqrasiya sizdən bir şey soruşum. İnteqrasiyada fən üstü sözünə rast gəlmişdiniz ya yox? Fən üstü, fən daxili var idi. Mən yadıma gəldim. Belə bir cümləni elə qurmuşdular ki, hə. Çünki fən daxili bizdə məşğələ daxilidir, amma məsəl üçün desəz siz fən daxili götürün. İmtahanda qarşınıza çıxsa, bizdə məktəbə qədər də məşğələ daxilidir. Hə, amma birdən gördünüz ki, məşğələ daxili yoxdur, fən daxili var. Onda fən daxilini götürün. Çünki məktəbə qədər də fən üstü, fən arası bilirsiniz nədir? Fən arası layihə əsaslı təlim modelindədir. Və layihə əsaslı təlim modelində də tutaq ki, ətraf aləmlə riyaziyyat məşğələsi fən arası gedir. Bu layihə əsaslı təlim modelindədir. Amma bizdə sırf olaraq məktəbə qədər proqramında məşğələ daxilidir. Hə, məşğələ daxili digər adı ilə əgər məşğələ daxilini görməsəz, fən daxili götürürsüz. Fən daxilinin də iki növü var, şaqili, üfüqi. Bəli, şaqili, üfüqi. Orada belə bir şey düşünmüşəm, müəllim, tərbiyəçi müəllimə uşaqlara böyük qrupda heyvanlar haqqında məsələn nəsə öyrədir. Aha. Sonra onu digər qrupda, məktəbə hazırlıq qrupunda davam edir. Bax, bu mənə belə düşmüş. Böyük qrupda öyrədirsə, məktəbə hazırlıq qrupunda da davam edirsə, bu şaqili olacaq da, fən daxili şaqili. Eyni inkişaf sahəsidir, bəli, eyni inkişaf sahəsidir. Bəli, həm eyni inkişaf sahəsi, həm də müxtəlif yaş qrupu daxı. Müxtəlif yaş qrupu. Böyük qrupda öyrədir, məktəbə hazırlıqda da davam etdirir. Bu artıq şaqilidir, müxtəlif yaş qrupudur. Onda mən bilmirdim şaqili nədir, indi öyrənirəm. Hə, yəni belə çıxsa, baxırsınız suala. Sualda görürsünüz sizdən nəyi tələb edir? İnteqrasiyadır. İnteqrasiyanı da yadınızda qalsın. Dediyim kimi, məşğələ daxili yoxdursa götürürsünüz fən daxili. Fən daxilidən də, yəni sizə fən üstü, fən arası filan lazım deyil. Fən daxilinin də şaqili və üfüqi növü var. Bir də həyatla əlaqələndirməyə baxa bilərsiniz. Görürsünüz ki, orada bir gündəlik situasiya var. Müəllimə tutaq ki, havadan danışırsa və bugünkü hava ilə onu əlaqələndirirsə, bu olacaq həyatla əlaqələndirmə. Yox, baxırsınız, müəllimə tutaq ki, 4 yaşlı uşaqlara bir tapşırıq verir, 5 yaşlı uşaqlara bir tapşırıq verir, 6 yaşlı uşaqlara bir tapşırıq verir. Artıq burada müxtəlif yaş qrupu olduğu üçün bu olacaq şaqili inteqrasiya. Və yaxud da dərinləşdirirsə, sadədən mürəkkəbə doğru gedirsə, bir ardıcıllıq, bir sistemlilik, bir davamlılıq varsa, bu yenə şaqili inteqrasiyadır. Bəli, şaqilidir. Çünki tutaq ki, müəllimə meyvələr haqqında məlumat verir. Daha sonra o meyvə tutaq ki, hansı vitaminlərlə tərkibində boldur, həmin meyvə hansı fəsildə yetişir, faydaları nədir haqqında dərinləşdirdi, geniş məlumat verir. Deməli, bu şaqili inteqrasiyadır.
Amma üfüqi inteqrasiyada necə olacaq? Üfüqi inteqrasiyada isə Deseydi ki, meyvənin şəklini çəkək. bəli, Bu üfüqüdür. bəli, Başqa artıq inteqrasiya ətraf başqa aləmlə inkişaf tanışlıq faziləsidir. 2.1, rəsm isə 3.1. Gördüyümüz kimi hansı Bəli. inteqrasiyadır? Üfüqi inteqrasiyadır. Üfüqi. Həmçinin eyni yaş dövrü sözünü də görsəz. Məsəl üçün deyir ki, müəllimə eyni yaş dövründə bədii təfəkkürdən ətraf aləmi əlaqələndirir. Eyni yaş dövrü sözü var. Nə götürəcəksiniz? Şaguli mən. Üfüqü. Üfüqi eyni yaş dövrü var. Yaş Üfüqi. eynidir, amma inkişafları fərqlidir. Yenə də eyni yaş dövrüdür deyə üfüqi götürəcəyik. Çünki eyni yaş dövrüdür. Bəs mənə desək ki, məsələn, rəsm çəkdik bununla əlaqələndir. Desək ki, məsələn, bərabər uşaqlar indi gedək bağçamızın həyətində əkilən meyvələri toplayalım. Bu da olur şeydə 4-cü inkişaf sahəsi, düzdürmü? Bəli. İnkişaf olur, üfüq olur. Üfüqi olur, bəli. Artıq orada bir əməkdaşlıq, orada bir uşaqların birlikdə kollektivdə işləmək bacarığı olduğu üçün həmçinin toplamaqda kiçik motorika da var. Yəni orada uşaq toplayarkən hərəkət də var da, düzdürmü? Elə birbaşa olaraq üfüqiyə gedib çıxır yenə. Bəli, bu belə. Yəni üfüqi inteqrasiya bir də bizim planlaşdırmamızın məntiqi ardıcıllığıdır. Məntiqi ardıcıllıqda nə idi? Bir növ mövzular təsadüfi seçilmir, bir-birini tamamlayır. Ümumidən xüsusiyə doğru gedirdik. Ətraf aləmlə meyvələri seçirdiksə mövzu kimi bütün məşğələlərimizdə o mövzunu təşkil edirdik ki, uşaqlar tam şəkildə məzmunu bilsinlər. Düzdürmü? Bu da olurdu üfüqi inteqrasiya. Yəni üfüqi inteqrasiyaya baxırsınız. 3D1-i, müəllimə 3D1-i demişdi sağ. Bəli, 3D, bəli. O alt standartın funksiyası idi. 3D1-i alt standartımızın funksiyası idi. Dəqiq, düzgün, davamlı, bir də inteqrativ. Bəli, o adlanırdı. 3D, bir də i. Bu belə. İndi keçək test işləyək. Ümidvaram ki, aydın oldu artıq. Yəni inteqrasiya ilə bağlı düşə biləcək testlərdə səhv istəmirəm. İnanıram ki, yazacaqsınız. Çünki baxırsınız da testdə. Orada əlaqələndiririksə, dərinləşdiririksə daha doğrusu, ardıcıllıq varsa, sistemlilik varsa, davamlılıq varsa, gördünüz ki, sadədən mürəkkəbə doğru nə isə uşağa öyrədirik, bu şaqulidir. Amma mən orada bir növ planlaşdırmanın məntiqi ardıcıllığını qoruyuramsa, o artıq olacaq üfüqi inteqrasiya. Tutaq ki, bugün ətraf aləmdə keçmisiniz meyvəni, uşağın kiçik motorikasının inkişafı məqsədi ilə inteqrasiya edirsiniz 1-1-4-lə. Birbaşa olaraq üfüqidir. Çünki 2.1, 1-1-4 birbaşa olaraq üfüqi inteqrasiyadır. İnteqrasiya budur, yəni çox sadədir əslində. Bu belə. İndi baxaq testlərimizə. Qarışdırmasa zəl olar. İndi bu video izahı da YouTube-a yerləşdirib atacağım. Baxarsınız təkrar, qeydlərinizi götürərsiniz. İnanıram ki, yazacaqsınız. Bu belə. Ümumiyyətlə, inteqrasiya müəllimələrin bir növ yaralı yeridir. Yəni, həqiqətən görürəm də. İnteqrasiya mövzusu gələndə müəllimələr sanki belə qaçır. Bir təşvişə düşürlər ki, ay müəllimə, bəs bu necə idi, bunu biz çox qarışdırırıq, amma əslində çox sadədir. Sadəcə o ritmini tutmaq lazımdır bir növ. Bir də standartları bilmək lazımdır ki, hansı standart bizdən nə istəyir. Ona görə deyirəm, o alt standartlardır, yaş qrupları olsun, hamısını bilməyimiz bizim bir çox məqamlarda işimizə yarayacaq. Elə onlardan biri də inteqrasiyadır. Bu belə. Sualınız var mı? Biz 5 il verirdik də biz inteqrasiyalı dərs, amma bilmirdik. Deyirdik inteqrasiya, şaqli üfüq olduğunu bizdən soruşmurdular. Məsələn, məşğələ verirdik, yekun məşğələ verirdik, il ərzində keçdiyimiz bütün bir mövzu götürürdük. Məsələn, ən çox 28 maya salırdıq. Pis el oldu. 28 may Respublika gününə salırdıq. Vətən haqqında orada məlumat verirdik. Sonra keçirdik. Bir mövzu üzərində məsələn say, o riyaziyyat, onun üstündə keçirdik. Rəsmə qədər, fiziki tərbiyə qədər biz onu əlaqələndirirdik. 45 dəqiqənin içində. Onda biz sadəcə demirdik ki, üfüqüdür, şaqulidir, amma inteqrasiya var. Bəli, inteqrasiya var. Amma artıq yəni hardasa 2010-dan bu yana da bu standartlar qəbul olunub dövlət səviyyəsində, yəni artıq və ondan bu yana da artıq üzərinizdə bir növ o hiss eləməliydiniz ki, bu nə zamansa baş verəcək də, yəni artıq bu standartlar gəlibsə, artıq həm də bir növ yeni nazirimiz təyin olunandan sonra artıq ona qədər heç bir nazir məktəbə qədər sahəyə bu qədər yönəlməmişdi. Təqin ki, amma 2020-dən bəli, sırf olaraq Emin müəllim gəldikdən sonra artıq məktəbə qədər sahədə də bir çiçəklənmə dövrü yaşandı.
Düzdür, bu bəzi müəllimələr üçün o qədər də necə deyim, ürək açan deyil, amma bəziləri üçün çox ürək açandır. Çünki mənim üçün də belə deyim, çox yaxşı bir haldır ki, müəllimələr öz üzərində işləyirlər. Və bunun əsasında da artıq şuurlu şəkildə, nəyisə edəndə də şuurlu şəkildə edirlər. Məsəl üçün əvvəl bilmirdilər, onu eləcənə yazıb gedirdilər. Amma artıq onu dərk edirlər, bilirlər ki, məsəl üçün bu standart nəyə xidmət edir, bu standart nəyə xidmət edir. Yəni bu şəkildə artıq onu dərk edərək edirlər. Buna görə məncə çox gözəl bir şeydir bu. Mən əleyhinə deyilik, amma müəllim o bizi neyir, incidir. Çıxartmaq nədir? Müəlliməni işdən çıxardarlar. Müəlliməyə şans verirlər axı Lalə müəllimə. Müəlliməyə sadəcə belə bir şeydir. Çıxarmasın. Belə eləsin ki, müəllim oxusun, maaş söhbəti var. Maaşın kəssin, müəllimə təlim təşkil eləsin. Bu müəllimə bəlkə bir müəllimin heç imkanı yoxdur. Heç